Çox sağ ol Nadir. Taxtımı Əfqanlardan aldım. Dilə məndən nə dilirsən? Xəzinə tamamilə boşaldı. Ard-arda davam edən müharibələr xalqı tamamilə yorub. Xalqın vəziyyəti heç vaxt düzəlməyib. Bina dördən belə gəlib, belə gedir. Bunu nə mən, nə də sən düzəldə bilən deyilik. Şahım, vaxtında tədbir görməsək, Səfəvi xanədanı dağılıb gedər. Vaxtilə ulu babamız Şah İsmail'in qurduğu dövlətin son nümayəndəsinə bir bax. Şah Əhmasi, sən bu dövləti uçuruma aparırsan. Qiblə-i aləm. Buyur Nadir xan. Sən də qələbəmizi qeyd elə. Əfv edin şahım, ancaq mən şərab içmirəm. Əfqan tayfalarını geri oturtduq. Ən əsası, Cənubi Azərbaycanı Osmanlıdan geri aldıq. Aldı Şimali Azərbaycan. Onu da geç-tez alacaq. Azərbaycanın hər bir qarış torpağı üçün canımı əsirgəməyəcəyimə söz verirəm. Osmanlılarla növbəti döyüşə mən gedəcəyim. Sənsə paytaxt İsfahanda oturub dövləti idarə edəcəksən. O zaman sizinlə bir şərtim var Əlahəzrət. Döyüşdə məğlub olsanız, taxtı tazdan vaz keçəcəksiniz. Azərbaycanın gələcəyi təhlükə altındadır. Səfəvi xanədanı çökmüş vəziyyətdədir. Mən Nadir Şah Əfşar söz verirəm. Qızılbaşlıq məhkûrəsinə sadiq qalacağıma, daim Azərbaycanın refahı üçün çalışacağıma and içirəm. Bunlar Əfşarlar dövlətinin yarandığını elan edirəm. Yaşasın Nadir Şah Əfşar, var olsun Qızılbaş dövləti, yaşasın Əfşar xanədanı.